Yeni bir gündən hər kəsə salam. Gördüyünüz kimi hava tutqundur. Yenidən sanki payız gəldi. Hiç sevmədiyim havalar. Yine qalın qutuya keçmişəm. Bugün yadımıza düşüb səhər ki, bəs Vaqifin şəxsiyyət vəsiqəsinin şəkili yoxdur. Bu da imtahana girəndə problem olur. Ona görə dedim gedək asan xidmətə. Görək neçə günə hazırlanır. Düzü gərək elə pul verib hazırlatmaq fikrim yoxdur. Amma bəlkə çata. Demək olmaz. Ayın 20'si imtahandır inşallah. Görək çatsa şəxsiyyət vəsiqəsini şəkil çəkdirib dəyişdirmək istəyirik. Çatmasa da nəsə arayış aparılır ki, həqiqətən uşaq bu uşaqdır. Yəqin ki o arayış da oradan verilər. Ona görə gedirik asan xidmətə. Hava da çox soyuqdur. Əllərim dondu. Səhər-səhərdə saçımı yumuşam. Yapışığını keçirmişəm. Başıma elə gedirəm. Yenə probka var. Binəqədinin probkası yenə öz işindədir. Gedək Vaqif məktəbdədir. Gedim onu götürüm. Müəlliməsiylə danışmışam. 4-cü dərsdən sonra icazə verəcək qızlar. Baxın. Bunun adı nə idi? Rozmarin saç töküləndə. Nə də gözəl qoxusu var. Saç töküləndə hazırlayırdıq. Bunu dəmləyib saçların dibinə püskürdürdük. Hamısı ondandır. Bəzək bitkisi kimi əkiblər. Gedim Vaqifi götürüm. Dərsdən çıxmağın 15 dəqiqə qalır. Oradan da gedək asan xidmətə. Məktəbin həyatına çatanda yadıma düşdü ki, xatırladım ki, Vaqif mənə 12'ye işləmiş deyib, 11-15 deyib. Mən də elə bilmişəm 11-15 dəqiqə işləmiş deyir. Çıxmışam saat 10'da evdən. Hava da soyuq, dəhşət soyuq idi həmən günüsü. Neçənci gün? 4-cü gündə. Ona görə dedim keçim bir marketə, biraz marketdə vaxt öldürüm. Çünki 1 saatim var idi. Elə bil 12-15 dəqiqə işləmiş çıxmalı idi. Gəldim burada Pepco'nun qabları qoyulub belə. Böyük fincanları var. Təbii olaraq mənim bu bozumtullar xoşuma gəldi. Allı güllü sevmirəm mən. Sport istəyir. Mənimki odur da belə avantgard sport. Onlara baxdım. Belə qəşəng ətirli şamlar var idi. Onlara baxdım. Düzdür, şamları ilə də xoşlamıram evdə. Amma qoxularını marketdə qoxlamağı xoşlayıram. Yəqin ki, çox adam elədir. Belə şam görəndə istər-istəməz özümdən istəmsizcə götürüb qoxularına baxıram, ətirlərinə baxıram ki, görüm necə, ətirlər necədir. Burada da qızlar Sleepy'nin polistilen dəsmalları endirmə düşüb, digər dəsmallar hamısı çoxsu endirmə düşüb. Daha bilmirəm öz qiymətlərindən mi düşüb, yoxsa qaldırıb eləmi endiriblər. Burada da qardırop içi ətirlər var idi 6 manata. Demək olar ki, baxın, fikir verin, hər şeydə endirim var. Əvvəlki qiymətlərini dediyim kimi bilmirəm deyə, indi bilmirəm endirimə düşüblərmi həqiqətən, yoxsa düşməyiblərmi. Sizə demişdim də, indi dəhşət tərləyir, heç nə xeyir eləmir. Bundan aldıq, üzərində pələng olan idi. Tayqada daha ucuzdur. Bundan idi deyəsən. Qəşəkdir, saxlayır. Onu neçə dənə yoxlamışdıq, saxlamırdı. Bundan vurur. Saxlamayanlardan evdə var idi də. Məsəl üçün bunlardan hər gözümüz görəndən götürmüşdük. Ondan vurur. Üstündən də belə bir şeylərdən vurur ki, bunun qoxusu gəlməsin. Neveyalara indirimdədir. Nə yaxşı. 4.49. Mən işlətdiyim nə yoxdur. Qarnir işlədirdim. Amma Nivea qəşəng endirmə düşüb. Bunu işlədirdim həmişə. Qırıqlar töküblər 2 manata.
Məndə evdə yağlı kağız yox. Striç alırıq. Özünün qutusunda olur da belə kəsmək üçün. Nə qədər eləyirəm, neçə səfərdə başarmıram onun qutusunu quraşdırıb özündən kəsməyi. Hər səfərində qaç ilə kəsməli oluram. Belə şəpiklər var. Belə saxlama qablar var. Elə bilmişəm Vaqif saat 40 deyə burada. Onu işləmiş, 11 işləmiş çıxır. Səni mən 12 işləmiş imiş. Gəldim, bir saat boş vaxtım var idi. Hava da çox dəhşətli dərəcədə soyuqdu. Dedim, heç olmasa gəlim marketə. Dondum qapının ağzında bir yarım saat gözlədim. Qəşəngdir, bu da şirindir. Amma qiymətləri biraz normaldır belə baxanda amma. Arxada daha qəşəngləri var. Yarpaqlı, yarpaqlı. Amma bu qəşəngdir. Demək olar ki, hər şeydə indirim var. Bu şampundan işlədirəm. Onda digərlərində indirim var, onda yoxdur. Bunlardan işlədirəm başqa seriyasını. Bunlar buradaymış. Qarniyirlər. Bunlarda da indirim var. Ne geçək corabdır. Mən corabı həmişə Qazaxa gedəndə Qazaxdan alırdım. 1 manat 20 qəpiyə 3 dənəsini alırdım. Normal belə satılan corablardır. Rəngarəng. Yəni ağı da var, qarası da var belə. 1 manat 20 qəpiyə 3 dənəsini ya 2 dənəsini götürürdüm. Amma deyir, day belə sən buraya gələndə elə ancaq corab alsın. Dedim, orada 1 manatdır da, bu da yaxşıdır. İnciyə də, özümə də yay corabları hamısını Qazaq ucuzluqdan götürürdüm. Paraşokların qoxusuna bax. Girdim ki, nəsə alım. Vaqiflə getməmiş yeyək. Burada xoşuma gələn bir şey olmadı. Bulkaların zadının içərisində. O inci vışılka istəyir. Özü də balaca istəyir. Onun razmeri XS deyə deyir. Böyük vışılkalar məni şey eləyir. Paltarımı genişləndirir. Küçük vışılkalar var. Amma qiymətləri yoxdur üzərində. Bunlar qəşəngdir. Bunlar da qəşəngdir. Hər şeydə indirim var. Bilmirəm nə yaxşı. Amma sizə deyim, bunların endirimli qiyməti Tayqanın öz qiymətidir. Məsəl üçün burada 4.55-dirsə Tayqaya gedirsiniz, endirimsiz 4.55-dir. Ona görə həmişə Tayqadan eləyirik alış-verişi. Kraskaların da hamısında indirim var. Hətta burada katalogu da var. Heç belə kataloq görməmişdim. Yoldaşım biraz belə əldə satanlardan, belə deyim də, alış-veriş edibdi. Belə çay alıb, final çayı. Bunu da bilmirəm qızlar, niyəsə həmişə üzərinin kağızını cırırlar. Bunu bilmirəm hansı depodan çıxardırlar, yəni ərzaq deposundan necə eləyirlərsə biraz özlərinə ucuz düşür deyə ucuz da satırlar. Süfrə duzu var. Bir dənə bu sarı dəsmallardan var silmək üçün. Sonra belə zibil qabları var. Salafanlar daha doğrusu. Bunlardan da çox vaxt istifadə eləmirəm.
Gərək istifadə edeyim bunlardan. Belə salfetka var, restoranlarda istifadə olunan salfetkalardan. Belə qəşəng kubkalar var. Elə bil bunların hamısına ümumi bir qiymət verir də, belə deyim, bir hamısına pul vermir. Belə qab yuyan şampun var. Yoldaşım alıb gətirənə qədər bilmirdim belə bir şampun olduğunu, amma yaxşıdır, pis deyil. Feyri qədər lap qatı deyil, amma o birisilər qədər də belə lap duru deyil. Yaxşıdır, normaldır, işlətmək olur. Bir dənə Praxinin belə xlorunu alıb, xlor da yaxşıdır. Sonra bunlardan heç istifadə eləmirəm. Demək olar ki, 2 dənə də paketin içərisində bundan varmış. Burada da sirkələyirəm, baxıram ki, içərisində azdır. Baxın, göstərirəm əlimdən. Yardan bir damcı yuxarıda var içərisində. Sadəcə kutuları böyükdür. Bir də qənd var. Qənddən də istifadə eləmirik. Evdə ümumiyyətlə heç kim bizlə qənddən içmir. Getmişik deyə yoldaşım deyir, bu arıqlayıb, deyir. Solidin oğlan olub, əməli başda arıqlayıb, ayağınla batırdın, al. Get. Biz yox uyduq deyə arıqlayıb. Deməli, məndə belə bir kutular var. Daha doğrusu məndə yoxdur. Keçən səfər qardaşım gələndə yəqin ki, sizə göstərmişdim də. Onlar gələndə gətirmişdilər. Gülüyə demişdim. 4 dənəsini belə saxlamışdı. Banuşun yemək qablarındandır. Bunu da yudım. Təzəcə hələ üstü tam qurumayıb. İçi zad da yaxşı qurumayıb. İçində yemək var, yemək qırıntısı var idi. Heç xoşlamıram onun qoxusunda. Bilmirəm niyə, ən belə irgəndiyim şey uşaq yeməkləridir. Dadı, heç cür dadına baxa bilmərəm. Dadına baxsam da öyürəm o dəqiqə. Bir də ki, qoxusu da heç xoşuma gəlmir. Niyəsə mədəmi qaldırır. Hə qızlar, bunu gətizdirmişdim. Ağlımdan nə keçdi bilirsiniz? Mən bəzi şeylər kalçuk qablara qoymuşam. Məsəl üçün kakaodur, sonra nişastadır, tort üçün istifadə elədiyim. Belə fikirləşdim ki, çox olmayıb da belə kalçuk qablara qoyduğum şeyləri bunların içərisinə qoysam daha yaxşı olar. Sonra da ağlıma bu gəldi ki, məndə belə bir falqa deyim, yoxsa nə deyim. Baxın, burasında da belə nazikdir, şeyi var. Yapışqanı var özündən, hətta göstərim sizə. Zibil qabını da ondan örtmüşəm. Kənarlarına fikir verin. Eyni bundandır. Tort ləvazimatlarını almışdım. Ağ rəngi də var. Əslində bunların rəngi ağ olsa daha yaxşı olardı. Düzdür, qara ilə də qəşəng gedəcək. Fikir verin, buranın sarıları burayla qəşəng uyumludur. Dedim, bunlarla da üzlüyüm. Orijinal alınsında da Firsonun kutusu olmasın. 2 dənəsini yudum gətirdim. Keçən səfər bir bacım da soruşmuşdu ki, bəs mən aldım. Deyəsən yapışqanı yox idi. Qızlar, bax, mən aldığım belədir. Fikir verin, arxasında da belə kəsmək üçün, düz kəsə bilmək üçün belə xəttləri də var. Həm də ki, yapışqanı var. Belə dedim ki, elə bundan vurunlar, üzdüyüm. Bunları çıxarda bilsəm daha yaxşı olardı, amma nəsə biraz zorladım, gördüm, yox, çıxmır. Qapaqlı bunları ölçüm, üzərinə binəm, kəsim, yapışdırım. Axırda sizinlə də paylaşaram. Hamısını üzdədim. Belə bu şəkildə oldular. Qəşəng oldular. Məncə çox orijinal görünür. Yəni qıraqdan baxan qapaqlarına fikir verməsə heç deməz ki, Firsonun kutularıdır. Qızlar, bax, belə şeylər üçün nəzərdə tutmuşdum bunları. Misal üçün kakaonu
Bunun içində saxlayıram. Həm qırağı başı pis görünür. Çirkli kimi. Əslində amma kakaodur içərdən. Həm də ki, kalçukdur da. Dəmir nə qədər olmasa kalçukdan yaxşı olar. Batırdım. Baxın, bu şəkildə. Qaşıqlar da var idi içərisində. Gül qaşıqlarını da qoyubdu. Bunu da qoymayacağım. Belə hər səfər bundan götürəndə əlim kakao olurdu. Qaşığını qoyub, bunu da atım getsin. Qaşığından onsuzdan tökəndə qramla tökürəm mən bunu biskvitlərə. Öz qaşığını da qoyaram. Eyni zamanda qaşıqda kakao olmaz, əlimi də batırmaz. Belə. Kızlar, siz də fikrinizi yazın. Sizcə necə oldu? Baxın, məncə qəşəng oldu. Üstündəki də bu fırlanır. Sərsi də belədir. Görünürmü? Təbii olaraq görünür. Kızlar, biskviti böldüm. Molekular çıxartdım. Bu arası üçündür. Bunu qaymağa qatacağım. İstifadə edəcəyim qaymaqda budur. Pratos Vipak. İndi yarısını töküm çalım. Yəqin ki, yarısı bəs eləyər. Tortu yığaq birlikdə. Amma yox, çalmayayım. Hələ mən heç tortun qozunu qırmamışam. Dedim tortun qozunu qırım sonra. Vaqif gəldi. Bayırda hava çox gözəl istidir. Amma ki, bizdə içəridə hələ də qalın koftadayam. Çünki ev çox sərindir. Bayır yaydı, içəri payızdır. Dəhşətli bir belə nə deyirlər, natarazlıq var. Evin havasından bayırın havası tutmur. Bizdə həmişə belə olur. Yazda, payızda, ən çox da yazda eşiyə çıxırsan ki, qəşəng günlük, gün ağaçlıq, super hava var, amma evdə donuruq. Şəkildə dediyim kimi inci çıxartdırıb da inciyə şəkili atdım WhatsAppdan ki, bunu çıxartdır. Onda nazik kağızda çıxardıblar. Amma yaxşıdır belə, pis çıxmayıb. Xanımlar, uzun zamandır tortun yığılmasını sizə çəkmirəm deyə dedim bir çəkim paylaşım, necə yığıram, necə hazırlayıram tam olaraq. Deməli, tortumuzun tərkibi qaymaqlı, karamelli, qozlu, şokolad soslu, bir də ki, şokolad qırıntılıdır. Damla şokolad var əlimdə. Fərqi yoxdur, şokolad qırıntısı ya damla şokolad. Əsas odur ki, şokoladın dadı yaxşı olsun. Kənarına da kremlə belə bir, necə deyərlər, hasar çəkirəm ki, içərisinin şokoladıdır, sosudur. Axıb kənara çıxmasın, tortun kənar kreminə iz salmasın, ləkə salmasın da. Üzərini də sulayıram biskvitin, yenə belə. Bir də qızlar, yadıma gəlir, mən kimlərəsə nəsə söz vermişdim. Çəkəcəm, hazırlayacağım ya tortla bağlı, tort alətləri ilə bağlı. İnansız yadımdan çıxıb. Belə ağlımdadır ki, kimlərəsə, hansısa xanımlara söz vermişdim. Amma nə söz verdiyim yadımda deyil. Xahiş edirəm, bu videonun altına yazın. Kim nə barədə maraqlanırdı, kim nə barədə video istəmişdi. İnşallah onları yavaş-yavaş çəkim. Sizlərlə paylaşım. Çünki yadımdan çıxıb dediyim kimi. Qızlar, biskvitin sulanmasını da deyim. Deməli, içərisində qatılaşdırılmış süd var, su var. Bir də ki, şokolad, isti şokolad deyilir. Marketlərdə satılır, inci içir onu, mən xoşlamıram. Əsas onu tökdüm, malako tökdüm, bir də ki, su tökdüm. Biskvitləri də ondan sulayıram, şokolad dadını artırmaq üçün, gücləndirmək üçün. Çünki biskvitlər kakaoludur, kakaolu istəmişdi xanım. Hə, dediyim kimi qızlar, nə maraqlıdır, nə haqda video istəmişdinizsə ya da istəyirsinizsə, deyin onu, çəkim hazırlayım. Çünki söz vermişəm, inansız yadımdan çıxıb, elə yaddaş olmuşam ki, toy zad da keçdi, vəsiyo da sakitçilikdir, azadlıqdır, boşluqdur, belə deyim. Nə istəsəz çəkib inşallah paylaşacağım. Bu arada siz də videomu bəyənməyi unutmayın. Aramıza yenilik qoşulan xanımlar var. Onları da salamlayıram. Çox vaxtı bu şəklinizi yapışdırıram.
necə olur, onu da soruşursunuz. Ona görə bunları da çəkib paylaşmaq istədim. Yarısını belə çiçək simi ilə yapışdırdım. Çünki tortun üzərində, nümunə tortun üzərində elə idi. Çiçəklərin çubuqları taxta çubuq deyildi. Yarısı da belə şiş çöplərdə idi şəkillərin. Onları da şiş çöplərə qoydum. Bunlar bilinməyəcək tortun üzərində. Bir dənə güllər hündürdədir deyə əsas onların çöpləri çiçək simindən idi. Havaları keçdim şeyin hazırlanmasına, şantinin. Havalar isinib deyə suyun içərisinə yenə buz atıram. Çünki havalar isinib, sular da ilıqlanıb. Kremimizin qəşəng bərk olmağını istəyirsinizsə, içərisində buz əritməlisiniz ya da ki qoymalısınız. Buzlama gözünə su lap belə buzlanıb, soyuq olmalıdır. İçərisinə də qızlar qoz rəngi tökdüm. Çünki krem rəngi istəmişdi xanım tortu. Yəni belə tonal rəngdə, dəri rəngində. 4 qaşıq da şanti tökdüm dolu-dolu. Qoydum onu qarışdırmağa, hazırlamağa. Biraz da sıvanmasını çəkim dedim. Doldurdum kremi torbaya. Birinci torba ilə hər tərəfini bərabər kremlədim. Torbadan sıxdım tortun kənarlarına. Sonra da bu şəkildə gördüyünüz kimi əlimdəki dəmir spatula ilə düzləşdirdim tortun kənarını. Söz yadımdan çıxdı. Kənarında jilelər var. Jileyin içərisinə belə bordo rəng qatdım. Salafan torbanın ucunu lap nazik bir damcı kəsdim. Jeleni doldurdum onun içərisinə. Onu da bu şəkildə tortun kənarından axıdırıq. O da yavaş-yavaş axıb töküləcək. Görürəm yaxşı axmır. Üzərindən biraz da əlavə sıxıram ki, yaxşı axsın. Belə tam göydə qalmasın da. Heç olmasa tortun yarısını jelelər tutsun deyə. Xanımlar, şokolatı suyun üzərində əritdim bir qabda. Tökdüm bu qəlibə. Qoydum buzluğa. 1-2 dəqiqəyə donur. Belə balaca pletka şokolatlar alındı. Bunu deyəsən çəkməmişəm, yadımdan çıxıb. Tortun üzərinə də oradan-buradan kremlər qoymuşam. Şokolatı bu kremlərin üzərinə qoyub dik saxlamaq üçün. Şiş çöpə yapışdırdığım şəkilləri gördüyünüz kimi tortun üzərinə düzürəm. Baxıram, gəlişi gözəl necə deyərlər, harda daha yaxşı durur. Düzürəm, həm də ki, nümunə torta baxaraq işləyirəm. Şokolatları da qızlar kremlərin üzərinə ya da ki, şiş çöplərə diriyərək belə tam ayaq üstə, yəni böyür üstə yıxılmadan qoydum üzərinə. Üzərinə də ağ bir də ki, çəhrayı muncuqlardan səpirəm oradan-buradan. Fikir verin, bu uzun çəhrayı muncuqlar vəbşə bir gözəllik qatır torta. Bu da tortumuzun son halı. Tortumuz 2 kilo 420 qram oldu. 7 yumurtadan istifadə eləmişdim. Üzəri şəkilli tort olduğu üçün çəkisi biraz az gəldi. Şəkilli tortlar nəzərə alın. Həmişə çəkini biraz az verir. Marsipan zad olanda, şəkər xəmiri olanda biraz torta əlavə ağırlıq verir. Bu arada xanımlar, kampaniya eləmişəm. 2 kilo yarım və ya biraz 3 kilo yarıma qədər tort sifariş verənlərə yarım kilo, 3 kilo yarımdan çox tort sifariş olunanda isə 1 kilo tort hədiyyə olunur. Kim sifariş vermək istəyirsə, buyurub sifariş verə bilər. Bugünlük də hələlik məndən bu qədər olsun. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Videonu bəyənməyi, rəy yazmağı da unutmayın. Öpürəm hər birinizi. Gözəl bacılarım, sağ olun.